Və beləliklə növbəti döyüşümüz Rüfət Əsədov və Babur Urinbayev. Özbəkistan təmsilçisi Azərbaycana məhz qələbəyə görə gəldi. Yox, qələbəni ala biləcək, yoxsa yox. Çox maraqlı döyüş bizi gözləyir. Qeyd edim ki, Rüfət Əsədov artıq 6 ildən çoxdur ki, vuruşmayıb peşəkar və Azərbaycanın veteranı sayılır MMA üzrə. Ondan çox maraqlı döyüş gözləyirəm mən bugün. Babur Urinbayev da 4-2 rekordu saxlayır və Fikir verdinizsə döyüşçülər artıq aqressiv başlayıblar döyüşə. Bəli, aqressiv döyüş ağır zərbələrdən başlayıblar. Rüfət Əsədov çox təcrübəli döyüşçümüzdür. Ruslan Efendinin yanında məşq eləyir və mən inanıram ki, çox gözəl plan qurublar rəqibə qarşı. Babur Urinbayevin duruşundan görünür ki, boksla əlaqəsi var onu deyəsən. Bəli, stoykasını aşağıda tutur ki, güləşə ehtiyat eləsin. Amma mən bildiyimə görə Rüfət Əsədov da məhz ayaq üstə vuruşmağa çalışır həmişə və boksu da mükəmməldir demək olar ki, onun. Görək bu döyüşdə özünü necə göstərirlər və döyüş ayaq üstə olacaq yoxsa Hələ ki, bir dəqiqədən çox keçdi, biz görürük ki, döyüş partıra keçməyib və yoxlanışdan sonra ilk belə ağır zərbə Rüfət tərəfdən gəlir, korpusa dəyir və sol ayağı ilə endirib zərbəni, qaracəri. Knockdown Rüfət Əsədov tərəfdən. Amma Babur qalxdı və görək qalxır və indi vaxtdan əvvəl bitəcəkmi? Çətin olar, çünki Babur özünə gəlib və Rüfət Əsədov indi setkaya sıxır, görək təqadan olacaq. Amma Babur qoruna bilir. Bəli, çox maraqlı anın müşahidə etdiyimiz çox maraqlı oldu. Rüfət Əsədov həqiqətən çox güclü zərbə endirib Babur Urinbayeva, amma o özünə çox tez gəlib. Biraz öncə sən dediyin kimi, boksu Rüfət Əsədovun çox gözəldir. Bəli, Rüfət Əsədov göstərdi ki, ayaq üstə məndən çətin olacaq sənə. Yenə də qəfəsin ortalığına keçdi döyüş. Hər iki idmançı artıq yoxlamadan keçirdi bir-birini. Babur cəblərlə yoxlayır, cəblər atır, tez-tez qabaq əllə. Rüfət Əsədov yenə hücuma keçir. Babur da 2 dənə bakovoy. Ağır zərbələr, açıq döyüşürlər bunlar ikisi də. Bir fikir ver. Çox maraqlı döyüş izləyirik biz. Çox maraqlı. İkisi də hər an nəsə ola bilərdi kimi. Aqressiv hücuma keçirlər bir-birinə qarşı. Babur məsafəni saxlayır öz qabaq əli ilə. Amma bu Rüfət Əsədova heç... Rüfət Əsədov Mike Tyson kimi yaxınlaşır, fikir ver. Bəli. Belə döyüşçüdən yaxın məsafədə nə isə gözləmək olar. Bəli, arxa ilə yoxlanış alınmadı. Amma mən sən deyim, boy və antropometriyada fərqləri var. Bəli, əlbəttə döyüşlərdə. Babur Urinbayevin boy cəhətdən üstündür rəqibdən. Ona baxmayaraq artıq Baburun başında biz qan görürük. Bəli. O da ki, möhtəşəm zərbə. Timing buna deyirlər, mən sənə deyim. Rüfət Əsədov bildirir ki, yəni boy problem deyil onun üçün. Çox dəqiq zərbə endirib bayaq Rüfət Əsədov. Maraqlı zərbə idi. Peşəkar boksçular hərdən bir belə zərbə ata bilmirlər. Rəqibi qarnı işlədi. Bəli. Aldadır deyəsən Rüfət Əsədova, qarnı işləyir, korpusa bəli, sonra da başına zərbə indirə çalışacaq məncə. Rəqib bildirir ki, pax oldu, amma məncə korpusa dəymişdi. Rüfət Əsədov mən fikir verirəm, footworku da çox gözəldir ayaqlarda. Bəli. Və hər zərbədən çıxıb və zərbəyə girmək idealdır. Arxa əl yoxladı, amma alınmadı təəssüf. Mən bu döyüşdə hələ ki açıq zərbələri görmədim. Hər zərbə dəqiqliyi ilə vurulur. Bəli. Biz qan görürük Babur Urinbayevin baş nahiyəsində və yenə də qabaq əllə yoxlayır. Çox düzgün müdafiə olunur Rüfət Əsədov. Və fikir vermirsən, qabaq ayağı ilə korpusa tez-tez atır və bu Babur üçün 3-cü raund problem ola bilər, əgər döyüş uzansa. Çünki nəfəs almaq əlbəttə ki, çətin olur. Hər xırda zərbə axırda böyük bir problem yaşadır. Həmişə belə olur. Ona görə hər zərbədən özünü qorumağa çalışmaq lazımdır. Amma Babur Urinbayev da hərdən korpusa atır əlindən. Bu görünür. Mən fikir verdim elə bir neçə dəqiqə buna qabaq, cəbləri atır korpusa. Bəli. Yəni boy öz sözünü deyir. Amma döyüşçülər çəkinmirlər zərbələrdən və endirməyə çalışırlar. Bu raundda gözəl blok sistemi gördük. Tərəfdən çox möhtəşəm zərbə olunub. Hər ikisi zərbə atıblar, amma Rüfətin zərbəsi
hədəfə çatıb. Bəli, bəli. Sanki kickboxing izləyirik, MMA yox. Babur tez-tez korpusa sol əli ilə atır və bu da Rüfət üçün problem ola bilər axırda və budur. Birinci round bitdi. Çox gözəl, çox maraqlı bir döyüş izlədik. Knockdown da hətta gördük. Və birinci roundda knockdown olundu, amma Babur özünə yaxşı gəldi. Ümumiyyətlə bu Tez döyüşçülər döyüşü vaxtından əvvəl bitirmək istəyirlər. Mən bunu görürəm. Fikir verdim. Bəli, Barter'ı hər ikisi girmir, ayaq üstə çalışır vuruşmağa. Çox maraqlı döyüşü müşahidə edirik biz. Özbək rəqib bildirir ki, yəni o bura qələbəyə gəlir, yəni tez təslim olası deyil. Rüfət çalışmalıdır ki, onu məğlub eləsin. Rəqibin xarakteri elə ilk roundda bilindi. Bəli, əzmkarlıq göstərdi. Özbəkistan rəqibi həmişə xarakterli olur, amma onlar elə Azərbaycan xarakteri görünür. Burada indi Rüfət Əsədov onu sübut edəcək. Göstərmək lazımdır. İnanırım ki, Ruslan Efendiyevin komandasında çox gözəl plan qurublar artıq Rüfət üçün və əgər döyüş bütün raundu eyni keçibsə, o deməkdir ki, plana uyğun işləyir Rüfət. Mən də elə düşünürəm. Necə Ruslan Əsədov çox təcrübəli müəllimdir və mən düşünürəm ki, Bəli, düzgün işləyirdi Rüfət Əsədov. Məsafədə saxlayırdı lazım olanda hücuma keçirdi, öz aqressiv hücuma keçirdi. Fikir verdin? Çox tənkimli və vaxtında da footworku da çox gözəldir. Görə ikinci roundda bizi nə şovlar gözləyir. İnanıram ki, döyüş əsasən ayaq üstə olacaq, keçiriləcək. Çünki görürəm ki, idmançıların ikisi də Barter'a girməyə heç fikirləşmirlər. Bəli, ayaq üstü daha rahat hiss edirlər. Niyə də yox? Həm bizə maraqlı, həm də izləyicilərə. Şəxsən belə döyüşlərə baxmaq mənim üçün maraqlı olub. Əlbəttə ki, ümumiyyətlə Barter'da olan döyüşləri peşəkarlara maraqlıdır. Bəli. Əsas sadə, adi azarkeşlərə daha maraqlıdır ayaq üstə döyüşlər keçirilsin. Sırf MMA-da bildiyin qədər kickboxingdə o qədər azarkeşlər yoxdur. Çünki orada ərcəkdə başqadır, zərbələr də başqadır. Amma MMA döyüşçüləri ayaq üstə vuruşanda azarkeşlər həmişə sevinir. Bəli. Gördüyümüz kimi yenə döyüş ikinci round başladı və Rüfət Əsədov rəqibini sıxır setkaya. Görə indi nə fikirləş. Arxa el Rüfət Əsədovdan gözəl. Amma çatmadı hədəfə deyəsən zərbə. Babur özünü qorudu. Babur ümumiyyətcə özünü yaxşı qoruya bilir və kontratak amma ikinci nömrə işdir, hə? Bəli, iki nömrə özünü rahat hiss edir Babur. Görək, amma bu məncə Rüfət Əsədovun heç bir problem deyil. Yenə sol ayaq. Amma leg check olundu, müdafiə elədi özünü Babur Urimbayev low kickdən və yenə də görürük ki, yoxlama gedir, kəşfiyyat gedir Rüfət Əsədov tərəfdən və inanıram ki, bir neçə andan sonra Rüfət yenə aqressiv hücuma keçəcək. Bəli, Rüfət gözləyir və birdən 1-2 atıb yoxlayır crossları. Amma belə getsə, bir dəfə cross çatar hədəfə. Bəli, əlbəttə ki. Necə birinci raundda oldu, biz gördük. Knockdown-a salıb rəqibini Rüfət Əsədov. Məhz buna görə mənim fikrimcə birinci raund Rüfət Əsədova gedir. Bəli. Mənim fikrimcə. Hakimlər özləri bilərlər, onlar peşəkardırlar bu ümumiyyətlə döyüşlərdə və qərarı verməkdə. Amma ki, mən öz tərəfimdən fikirləşim ki, Rüfət Əsədov birinci raundu götürüb. Ortanı götürdü Rüfət Əsədov, rəqibinə sıxdı. İki dənə zərbə Babur Urambayevdan. Blok, Rüfət Əsədov tərəfindən blok olunub. Tez-tez qabaq əl atır Babur Urambayev və bəziləri məqsədə çatır. Bəli, amma belə ağır hansı bir zərbə Rüfət Əsədova dəyməyib mənim fikrimcə və o çox peşəkarcasına özünü qoruyur, hətta kontur zərbələr də endirir və 2 nömrə də işləyə bilər Rüfət Əsədov. Artıq rollar dəyişilib. High kick amma alınmadı. Sən fikir ver, Babur Urimbayev deyəsən məqsəd qoyub korpusa, ceblə zərbələr endirməyə. Artıq 6-cı ilk dəfədir vurur. Bəli. Mən sədiyim məqsədə çatır. Yəni artıq 2-ci cəbdəki korpusa çatır. Amma biz görürük ki, Rüfət Əsədov hələ ki yorulmayıb. Deməli, korpusu yaxşı bəlkə. Fikir ver, Rüfət Əsədovun presi artıq qırmızıdır. Qarnı. Bəli. Amma yorğunluqda heç bildirmir. Bildirmir, əlbəttə ki. Bəlkə də bu xarakterdir.
Xarakterdə əzmkarlıq göstərir, amma zərbələr hədəfə çatır və çox maraqlı zərbə Ender Vəsadov hücuma keçəcəkmi, yoxsa yox? Yox, Hələ ki döyüş hələ bəli, yenə Hələ də ki tələsmir. keçib. Sakit rejimə, yoxlanış rejiminə. Low kick. Fikir ver, çox gözəl mənzərə. Bəli, Sibirdən gözəl Sibirdən. mənzərəsi. Bəli. Yenə cəbən işləyir Babur Urimbayev. Belə mən sənə deyim, klassik boks məktəbini göstərir Bəli. Babur Urimbayev. Amma Rüfət Asadov yenə aqressiv hücuma keçməyə çalışır. Mən düz demişəm sənə, çox aqressiv işləyir Mike Tyson stilində. Hətta korpus tərpətmək məktəbəsində. Bəli. Yenə də cəblərdən istifadə edir və cross vurur. Fikir ver, Ney Diaz'ın zərbələri oxşadır. Babur Urimbayev zərbəsi. ümumiyyətcə öz xarakterində göstərir, nə qədər də zərbə buraxsa təslim olmur. Və yenə də low kick içər nahiyədən. Və belə low kicklər problem yaşadır. Yəni rəqibi bir də görsən stoykanı dəyişməyə məcburiyyətə yaşadır. Ona görə buraxmaq olmaz belə zərbələr. Hər xırda zərbə arxada problem olur. Gərək Babur Urimbayev çək eləsin low kickləri. Çətindir. Sən gözləyirsən Rüfət Asadovdan əllə zərbələr, amma ki onların əvəzindən low kick gəlir. Bilmirsən ayağı qoruyarsan yoxsa. Ona görə də çaşdırır adamı. Çox maraqlı qarşıdurmanı izləyirik biz. Klassik boks matçı. Hərdən bir ayaq zərbələri də gəlir. Fikir verirsənsə azarkeşlər də çox maraqla baxır, çünki stoykana mı bəyənir? Dəqiqə nəsə ola bilər. Rüfət Asadov yenə də aktiv hücuma keçir. 30 saniyə qalıb, görək. İkinci raundda bu döyüşü bitirə bilər Rüfət Asadov yoxsa yox. Babur Urimbayev çox maraqlı overhand atdı, amma hədəfə doğru çatmadı. Babur Urimbayev tez-tez zərbələr atır, amma hədəfə çatmır. Çox gözəl deyildi Rüfət Asadovdan Babur Urimbayevə. Yenə də Rüfət öz peşəkarlığını göstərir və çox maraqlı zərbə ilə ikinci raundu bitirirlər döyüşçülər. Yenə zərbə, kontur zərbə Rüfət tərəfdən. Raundun sonunu da belə Rüfət Asadov götürə bildi. Və mən düşünürəm ki, 2 raund Azərbaycan idmançısındadır Rüfət Asadovda. Görürük ki, Ruslan Efendiyev hal-hazırda Rüfətə nəsə başa salır. İnanıram ki, orada qələbəyə hansı bir maraqlı plan yığır. Və Babur Urimbayev artıq 3-cü raundda nokaut ya submission eləməlidir. Mən düşünürəm nokaut daha yaxındır döyüşə. Mən çünki inanmıram ki, Rüfətlə bu parterdə bacarar. Amma ayaq üstə çox gözəl döyüşünü nümayiş etdirir. Məncə bunlarda da artıq prinsipli ayağa gedir. Məncə heç kim bu döyüşdə güləşən deyil. Onların indi kimin stoyda, kim ayağı daha güclüdür bu deyirlər bir-birlərdən. Və hələ ki Rüfət Asadovda bu daha yaxşı alınır. Əsas məşqçinin dediyinə riayət etməkdir. Çünki məşqçi hər şeyi görür öz tərəfdən. Və əgər onun dediyinə inanırsansa və döyüş planına uyğun işləyirsənsə, mənim fikrimcə sən döyüşdə qalib gələ bilərsən. Və beləliklə Babur Urimbayevlə Rüfət Asadov 3-cü raunda hazırlaşırlar. Maraqlı. Çox maraqlı göstərdilər bizə. Deməli, Readings kartında belə deyim, ən maraqlı döyüş hələ ki Rüfət Asadov və Babur Urimbayevundur. Mən də bunu düşünürəm. Bizdə bundan qabaq Elnar İbrahim vuruşmuşdu Azovuzla. Çox taktiki döyüş idi. Ondan qabaq da debutant Sahil Şakirov boğucu fəndən qələbə qazandı və ən ilk döyüşdə Saddam Osmanlı da eyni. Birinci dəqiqədə boğucu fəndən. Görəsən nokaut görəcəyik. Mən səbirsinə gözləyirəm nokaut. Əlbəttə ki, istərdim ki, Rüfət Asadovdan tərəfdən olsun bu nokaut. Amma bu döyüşdə hər şey gözləmək olar. Çünki döyüşçülər həqiqətən zərbə Rüfət Asadovdan. Yenə low kicklər. Babur Aktiv. Urimbayev 3-cü raundu çox aqressiv başladı. Aktiv ayaqlardan işlənir. Sekundantları nəsə nastavleniya verə bildi. Başı zərbə Rüfət Asadovdan. Məsləhət görüblər yəqin ki, biraz planı dəyişdirmək lazımdır. Görürlər ki, alınmadı ilk raund. Bacarmadı Babur Urimbayev Rüfət Asadovla və artıq ayaqlardan istifadə edir. Amma Rüfət Asadova problem yoxdur və aktiv hücuma keçir Rüfət Asadov.
Gözəl iki zərbə vurdu Babur Urunbayeva. Klassik. Klassik boks. Necə deyirlər, dvoyçka. Klassik boksu görə həqiqətən mükəmməl döyüşdür. Belə döyüşləri izləmək adama ləzzət verir həqiqətən. Ayaqlardan da istifadə edir Rüfət Əsədov. Amma Babur Urunbayev mən deyirəm cəbdən çox gözəl düzgün və dəqiq Bəli, bəli. işləyir. Həm korpus, həm də ki Bəli. üz nahiyəsinə çox gözəl vurur. Bir dənə low kick Babur Urunbayevdan. Yəni Babur Urunbayevin 2 nömrə işləməyini biz artıq görürük. Yəni Yenə korpusa zərbə. ki versənsə Babur Urunbayevin sağ əli artıq qızarıb. O qədər korpusa vurub ki. Və ekranı zabit Səmədovda gördük. Babur Urunbayev atak- hücuma hücuma keçdi, keçmək. amma axıra qədər getmir. Nə olub? Stop. Nə baş verib? Mən bilən kapa düşdü. Yoxsa nə oldu? Tam başa düşmədim. Deyəsən sürüşkən deyir, ona görə texniki pauzadır. Babur Urunbayev aktiv hücuma keçməyə Fikir çalışdı. verirsinizsə, Babur Urunbayevin üzünə görürük ki, çox əsəbidir. Əlbəttə ki 3 dəqiqə var onun bu döyüşdə qalib gəlmək üçün. Hələ ki belə deyək, şans var. Çox maraqlı qarşıdurmanı biz müşahidə edirik. Babur Urunbayev hücuma keçir. Rüfət Əsədov kontur zərbələr endirir, amma təhlükəli mən heç nə görmürəm indi. Və Rüfət Əsədov ilk takedown eləməyə çalışır və Babur Urunbayev artıq yerdədir. Əla takedown. Böyle bak. Dizlə zərbə. Əla. Super göstərdi özünü Rüfət Əsədov da parterdə və Onun zərbələri üçün məqsəd bu çatdı. böyük bir müsbətdir. Bəli, bəli. İndi gördüyümüz kimi rollar dəyişdi. İndi Babur Urunbayev Rüfət Əsədovu setkaya sıxır və Overhand amma alınmadı. Mənim fikrimcə həqiqətən döyüşlərin ikisi də ayağını tutub qəşəng zərbələr endirir Rüfət Əsədov və artıq üstünlüyü götürür həm parterdə də Rüfət Əsədov. buradan görürsən sayda keçməyə cəhd edəcək yoxsa yox? Butterfly guard eləməyə çalışar Babur Urunbayev yoxsa yox. Bu vəziyyətdən qalxmaq ümumiyyətlə çətindir çünki Babur çünki Rüfət Əsədov kontrol edir artıq onun bel nahiyəsini və indi çalışır ki, məncə öz vəziyyətini daha düzəldib və rəqibin üstündə işləmək, zərbələr yedirmək. Məncə döyüşün planı elə olub ki, partlara döyüşü salmaqdır. Gördüyün kimi baş nahiyəsi ilə Rüfət Əsədov çənəsindən sıxır ki, rəqib qalxa bilməsin. Çox maraqlı bir Bəli, bəli. fəndir. Və burada Rüfət rəqibi- Əsədov idarə edir bəli, indi özünə döyüşü. çəkməlidir və Aktiv zərbələr endirir, ağır zərbələr gedir Rüfət Əsədov tərəfdən. belə getsə hakim saxlaya da bilər. Arxasına keçdi. Babur Urunbayev çıxmağa çalışır, amma Rüfət Əsədov çox yaxşı tutub onu. Buradan suplex atmaq olar. Xeyr. Çünki qorunur Urunbayev və buradan ayaq nahiyəsinə Və döyüş yenə keçdi ayaq üstə. Amma mən sən deyim, Rüfət Əsədov öz hesabına hallar qazanıb, presini göstərir. Artıq qazanıb və bir dəqiqəni də belə davam eləsə, əlbəttə ki, qalib Rüfət Əsədov olacaq. Və gördüyümüz kimi rəqib də təslim olmaq, öz xarakterini göstərir və axıracan da vuruşur. Və Rüfət Əsədov yenə də takedown yoxlayır və bir ayağa takedown eləyir. və hələ də ələ alınmayıb. Amma qəfəsə sıxdı da onu. Bəli, amma Babur Urunbayev gözəl müdafiə eləyir. Yəni takedown cəhdi oldu, amma axıracan eləmək alınmadı. Döyüşlərin ikisi də Ümumiyyətcə əzmkarlıq göstərir. bəli, Rüfət Əsədov bu dəqiqə vaxtı öz xeyrinə aparmaq lazımdır və bu da onda alınır. Artıq o öz işini elədi, 3 raund 3-ünü də götürdü. Bu dəqiqə tələsmək lazım deyil. Vaxtı öz xeyrinə aparır və qalib olmaq vacibdir. Bəli, Bu da 10 saniyə gözəl qalıb. alır. Artıq 10 saniyə qalıb. Axırıncı saniyələrdir bu döyüşün. Keçdi arxa. Yenə də takedown və zərbələr. Rüfət tərəfdən zərbələr gedir, Gözəl. rəqibə qarşı və bu İkinci raundun axırını da çox gözəl bitirdi. Rüfət Əsədov rəqibin yenə də aqressiv bu döyüşü qəbul etməyi görürük. Çox möhtəşəm qarşıdurmanı müşahidə etdik biz həqiqətən Rasul. Çox xoşuma gəldi Bəyəndim bu döyüş. döyüş. Məncə bu döyüş turnirin ən maraqlı döyüşlərindən biri ola bilər.
Amma Mən qarşıda sənə daha da razıyam. maraqlı döyüşlər var, çünki bizi gözləyən Tahir Abdullayev və Məhəmməd Osmanlının da döyüşü var. Nehman Məmmədov, Alim Nəbiyev. Oo, Amma hələ ki hələ Rüfət ki bu, Əsədov bəli. və Babur Rimbayev çox maraqlı döyüş göstərdilər Çox. və inanıram ki, ən gözəl döyüşlərdən biri olacaq. Gecə döyüşü ola bilər. Həqiqətən xarakter gördü, əzmkarlıq gördük bu Bəli. döyüşlərdə. Döyüşlərin ikisi də axıra qədər vuruşurdular. Həm partada da göstəriblər özünü, həm ayaqla zərbələrdə olub, Bəli, həm də hər şey. mükəmməl boks göstərdilər Rasul. Həqiqətən çox maraqlı idi. Möhtəşəm, möhtəşəm. Bir görək hakimin qərarları necə olur. Hanımlar ve canımlar, bu güzel akşamın en gergin dövüşlerden biri ve galip Rüfət Bəli, əlbəttə ki, belə də olmalıydı. Əsədov hakimlerin Dominasiya tekil və həm yerdə və yararıyla həm də 70 ki, kilogram üzrə ayaq üstə öz sözünü Azerbaycan'ı göstərdi. temsil eden Təbriklər. dövüşçü Bəli, Rüfət Əsədov öz peşəkarlığını Rüfət nümayiş Əsədov. etdirdi və artıq Alqışlarla. prelimslər başa çatıb, indi isə bizi main card döyüşləri gözləyirlər. Rüfət Əsədova və onun komandaya biz uğurlar arzulayırıq. Vüqar Kərəmov da onun yanındadır.